Salam dostlar, mən Babək Babayev. Bugündən etibarən kanalımda tamamilə pulsuz, sıfırdan data analitika dərslərinə və layihələrinə başlayırıq. İlk olaraq özümü qısaca təqdim edim. Mənim ali təhsilim nəqliyyat sahəsi üzrədir. Lakin 2025-ci ilin fevral ayından etibarən bu sahəyə böyük maraq göstərərək öncə peşəkar kurs proqramı ilə data analitik sahəsini öyrənməyə başladım. Kursu uğurla bitirdikdən sonra isə dayanmadım. Tam fərdi şəkildə öz üzərimdə çalışmağa və araşdırma etməyə davam etdim. Bu müddətdə Excel, Oracle SQL, Python və Power BI kimi bu sahənin əsas alətlərini dərindən öyrənmiş və müxtəlif layihələr üzərində praktiki təcrübə qazanmışam. Hazırda Azərbaycanda ümumi olaraq iş tapmaq onsuz da çətindir. IT diplomu və ya rəsmi iş təcrübəsi olmayanda qapılar insan üzərinə demək olar ki, tam bağlanır. Mən də bu çətinliyi yaşayan minlərlə gəncdən biriyəm. Amma inanıram ki, davamlı öyrənmək, kursda qazanılan təməlin üzərinə fərdi şəkildə yeni biliklər qoymaq və layihələr hazırlamaqla bu çətinlikləri aşmaq mümkündür. Bu videoları çəkməkdə məqsədim həm sizlərin öyrənməyinizi təmin etmək, həm də öz bilimi təkrarlayıb daha da təkmilləşdirməkdir. Çünki mən inanıram ki, ən yaxşı öyrənmək yolu ilə öyrətməkdən keçir. Bu maraqlı yolda iş tapanadək hər həftə burada həm sıfırdan dərslər, həm də real layihələr paylaşacağam. Bugün isə ilk dərsimizdir. Data analitik kimdir, nə iş görür və hansı proqramları öyrənməlidir. Çox adam elə düşünür ki, data analitik bütün gün Excel'də oturub cansız rəqəmlərlə işləyir. Yəni sadəcə riyaziyyat və tablolar. Amma bu tam yanlış fikirdir. Data analitik əslində bir şirkətin daxilində baş verən gizli hekayələri rəqəmlər vasitəsilə üzə çıxaran insandır. Başqa sözlə desək, o rəqəmləri danışdıran adamdır. Şirkətlərdə hər gün milyonlarla data yığılır. Satışlar, müştəri davranışları, sifarişlər, kliklər və s. Bu datalar ilk baxışda qarışıq görünür. Data analitik isə həmin datanı toplayır, təmizləyir, analiz edir və nəticəyə çevirir. Sonra isə rəhbərliyə deyir, problemin səbəbi budur və həll yolu budur. İndi gəlin bunu 3 sadə nümunə ilə izah edim. Birinci nümunəmiz market nümunəsi. Təsəvvür et, böyük bir supermarket şəbəkəsi var. Müdür görür ki, bəzi məhsullar tez satılır, bəziləri isə rəflərdə qalır və ziyana gedir. Data analitik satış məlumatlarını analiz edir və belə bir nəticə çıxarır. Müəyyən günlərdə, xüsusilə maaş günlərinə yaxın bəzi məhsulların satışı kəskin artır. Amma ayın ortasında azalır. Əgər sifarişin planlanmasına buna uyğun etsək, həm itki azalacaq, həm də satış artacaq. İkinci nümunə, logistika və çatdırılma. Bir kargo şirkətini düşünün. Müştərilər şikayət edir ki, bağlamalar gec çatır. Data analitik sürücülərin marşrutlarını, vaxtlarını və yol vəziyyətini analiz edir və görür ki, problem yanlış marşrut seçimidir. Bu da həm gecikmə yaradır, həm də yanacaq xərclərini artırır. Analitik optimal marşrutu müəyyən edir və şirkət həm vaxt, həm də pul qazanır. Son nümunəmiz mobil tətbiqlər. Instagram, Trendyol və s. Sən telefonunu açanda niyə elə məhsullar və videolar görürsən ki, sanki sənin üçün seçilib? Çünki arxada data analitiklər və data sistemləri işləyir. Onlar sənin üçün nəyi izlədiyini, nəyə neçə saniyə baxdığını, nələri axtardığını analiz edir və sənə uyğun kontent yaradır. Gəldik ən vacib suala. Yaxşı, biz data analitik olmaq üçün hansı proqramları öyrənməliyik? Mən özüm 2025-ci ilin fevralından bəri bu sahəni araşdırıram. Və gördüm ki, bazarda yüzlərlə alət olsa da çaşbaş qalmaq üçün bizim qarşımızda böyük beşik dayanır. Bu kanalda da sizə məhz bu əsas alətləri addım-addım göstərəcəyəm. Gəlin bu beşliyə birlikdə baxaq. SQL. Böyük şirkətlərin milyonlarla sətrik datası Excel-ə sığmır. Onlar öz məlumatlarını xüsusi bazalara saxlayırlar. Mən o bazalardan datanı necə çəkəcəyimizi, yəni SQL dilini öyrənmişəm. Müxtəlif yerli və xarici mənbələrdən, kurslardan özüm üçün zəngin bir baza toplamışam. Kursların pul öyrətdiyi həmin Oracle SQL və PLSQL mövzularını bu kanalda tam pulsuz özüm də təkrarlayaraq sıfırdan keçəcəyəm. Elə ilk dərslərimizi də birbaşa buradan başlayarıq. İkinci, iləri səviyyə Excel. Bu hamımızın kompüterdə olan Excel'dir. Amma biz onun dərinliklərinə enəcəyik. Mürəkkəb funksiyaları, pivot table'ları, yəni xülasə, cədvəlləri və datanı təmizləmək üçün Power Query alətini bilmədən bu sahədə irəliləmək qeyri-mümkündür. SQL dərslərimizlə paralel olaraq növbəti mərhələlərdə Excel layihələrini də birlikdə baxacağıq. Python.
Datanı bazdan çıxardıqdan sonra onun üzərində qabaqcıl analizlər etmək üçün bu dildən istifadə olunur. Mən hazırda Pythonu data üçün lazım olan Pandas və NumPy kimi kitabxanalarının üzərində işləyirəm. Öyrəndiyim hər bir praktik skripti video olaraq buraya yükləyəcəm ki, siz də faydalanasınız. 4-cü, Power BI. Biz kodu yazırıq, analiz edirik, amma şirkət rəhbərləri koda baxmaq istəmir. Onlar rəngli qrafiklər görmək istərlər. Bu proqramla cansız rəqəmləri necə interaktiv dashboardlara, yəni hesabat panellərini çevirdiyimi sizə göstərəcəyim. 5-ci, GitHub. Bəs bizim IT diplomumuz və ya rəsmi iş təcrübəmiz yoxdursa, özümüzü HR'lara necə sübut edəcəyik? Bunun ən yaxşı yolu GitHub-dır. Mən hazırladığım bütün kodları və layihələri öz kitabıma yükləyirəm. Hər videonun altında öz linkimi qoyacağam. Biz bura öz virtual portfolyomuzu yığacaq və işə götürənlərə layihələrlə sübut edəcəyik ki, biz bu işi bacarırıq. Bəli dostlar, bugün ilk videomuzda data analitikanın nə olduğunu, bir analitikin gündəlik həyatda nə iş gördüyünü və bu sahəyə girmək üçün hansı 5 əsas proqram bilməli olduğumuzu aydınlaşdırdıq. Əgər siz də bu sahəyə maraq duyursunuzsa, kurslara verməyə artıq pulunuz yoxdursa və ya sadəcə mənimlə birgə öyrənmək istəyirsinizsə, kanala abunə olun. Hər həftə bura yeni bir dərs və praktik bir layihə gələcək. Mənim məqsədim sadəcə özümə iş tapana qədər video çəkmək deyil. Mən iş tapsam belə bu kanal davam edəcək. Çünki mənə inanıb bu yola çıxan heç kim yarı yolda qoymaq olmaz. İş tapdıqdan sonra isə real iş mühitini, oradakı ümumi iş ssenarilərini və bizə lazım olan ən aktual mövzuları sizə ötürməyə davam edəcəyim. Şərhlər bölməsində özünüz barədə yazın. Siz hansı mərhələdəsiniz? Gəlin rəyləri tanış olaq və böyük bir data icması quraq. Növbəti dərsimizdə artıq rəsmi olaraq ilk addım ataraq və Oracle SQL ilə sıfırdan dərslərimizə başlayarıq. İzlədiyiniz və mənə dəstək olduğunuz üçün hər birinizə təşəkkür edirəm. Növbəti videoda görüşənədək. Hələlik.